Öz istədiyi borcu yaratır bizə, deyir verməlisiniz. Verməyəndə də gətirib kəsirlər işıqlarımızı. Qaynar xəttimizə gələn şikayətlərdən biri də ölkəmizin işıqlı güşələrindən olan Xaçmazdandır. Amma şəhər nə qədər işıqlı olsa da, təəssüf ki, Tikanoba kəndinə o işıq bir o qədər baha başa gəlir. Sakinlər deyirlər ki, onlara Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc yazılıb. 480 manat borcumuz var. Biz də dedik ki, məsələn, bizdə aya yazır 25, 30, məsələn 35. Bunlar ödəyirik. Bunu artıq hardan olur onu bilmirik. Biz bunu müraciət elədik, baxan yoxdur müraciət. Bununla bağlı hara şikayət eləmişsiniz? Azərişığa. Nə deyiblər sizə? Deyiblər ki, elə bir ki, siz deyir, artıq olub ödəməyib, şotçikdə qalıb, biz ödəniş olunmuyor. Öz istədiyi borcu yaratır bizə, deyir verməlisiniz. Verməyəndə də gətirib kəsirlər işıqlarımızı. Bizi prokuratura qurxdular, məhkəməyə qurxdular. Ya bir dəfə işığımız kəsilmədən deyib pulu ödəməliyik. Yaxşı, hər adam 2000, 3000, 700 manat borc yaranır. O borcu bu cəmaət hardan versin? Sizdə nə qədər borc yaranır? Bizdə olub 672 manat, şikayətindən sonra eləyiblər 444 manat. İşıq pulu çoxdur, bu kəndçi hardan versin? Nə yandırır? Bir dənə işıq yandı, lamıçqadır da, bir dənə də su qızdırıcıdır. Ona görə o qədər işıq pulu gələ bilməz. Deyirəm ki, bu işıq pulu nə üçün belə çox gəlir? Deyir ki, orada nə tutulma ola bilər, qızdırıcıda ərk bağlayıb, nə bağlayıb, hamısı bahanədir. Heç 2 il bundan qabaq qızdırıcı yox idi mənim evimdə də. Yenə həmin pul gəlirdi. 100 manat, 95 manat. 700, 1000, 1500. Kasıb cəmaat kənd vəziyyətini görürsünüz. Hara müraciət eləmişsiniz bundan bağlı? İşıq dairəsinə. Nə deyiblər? Nə deyir ki, sizdən qabaqçı nəzarətçi, bizim üçün bizə hörmət deyib az yazıb işığı. Biz ondan xahiş eləməmişik ki, biz üçün az yığaq. 700 min deyib cəmaat hardan versin yığıb üst-üstə? Məsələni aydınlaşdırmaq üçün Azərişıq Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşlar işıq üçün nəzərdə tutulan ödənişi 3-4 aydan bir ödədikləri üçün adlarında borc yığılıb və nəticədə böyük məbləğdə borc yaranıb. Bəs belə ziddiyyətli məqamlarda tərəflərin çıxış yolu nədir? Abonent hesab edir ki, həmin borc artıq hesablanıb və yaxud onun hansı ödənişi nəzərə alınmayıb. Bu zaman o Azərişığa yaxınlaşır və orada bu məsələlərə baxan müvafiq idarə var və onlar bu məsələləri araşdırırlar və buna uyğun olaraq vətəndaşa cavab verirlər. Vətəndaş o cümlədən yazılı qaydada da müraciət edə bilər və araşdırılıb ona bir cavab veriləcək. Əgər həmin cavab vətəndaşı qane eləməsə, o artıq İstehlakçıların Hüquqları Müdafiəsi Agentliyinə müraciət edə bilər. Elektrik borcu ilə bağlı şübhə yarandıqda istehlakçının əsas hüququ sayğacın yoxlanılması, akt tərtib edilməsi və Azərişıq tərəfindən əsaslandırılmış cavab tələb etməkdir. Əgər nəticə qənaətbəxş olmazsa, mübahisə məhkəməyə daşına bilər.